Salam hörmətli izləyicilər. Həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Dövlət Gömrük Komitəsinin 2026-cı ilin 1-ci rübü üzrə fəaliyyəti ilə bağlı müşavirə keçirilib. Tədbirdə 2026-cı ilin 1-ci rübünün nəticələrinin müqayisəli təhlilinə dair təqdimat nümayiş etdirilib. Müşavirədə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, Gömrük Xidməti General Polkovniki Şahin Bağırov, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, xidmət keyfiyyətinin daha da yüksəldilməsi, prosedurların sadələşdirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. Özbəkistan Respublikası Prezident Administrasiyasının və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin birgə təşkilatçılığı ilə Özbəkistanın Səmərqənd şəhərində cəmiyyətin sağlamlığı və təhlükəsizliyi naminə transmilli narkotehditlərə qarşı mübarizə mövzusunda beynəlxalq forum keçirilib. Forumda narkotiklərin qanunsuz dövriyyəsində qlobal və regional tendensiyalar və ona qarşı mübarizənin effektivliyinin artırılması və digər mövzularda müzakirələr aparılıb. Bakı Baş Gömrük İdarəsində yanğın təhlükəsizliyi sahəsində əməkdaşların bilik və bacarıqlarının artırılması, həmçinin fövqəladə hallarda düzgün davranış vərdişlərinin formalaşdırılması mövzusunda təlim keçirilib. Təlimdə yanğın təhlükəsizliyi, təxliyə qaydaları, fövqəladə hallarda düzgün davranış prinsipləri və ilkin yanğın söndürmə vasitələri barədə məlumat verilib. Naxçıvan Baş Gömrük İdarəsinin rəsmiləşdirmə mərkəzində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib. Görüşdə gömrük əməkdaşları tərəfindən əqli mülkiyyət hüququnun müdafiəsi, pirat və kontrafakt mallar gömrük nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilən hüquq pozma faktları və digər mövzularla bağlı ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsi və Norveç Krallığının gömrük xidməti arasında onlayn formatda görüş keçirilib. Görüşdə səlahiyyətli iqtisadi operatorların seçilməsi, qiymətləndirilməsi, uyğunluğunun təsdiqi və davamlı monitorinq üzrə tətbiq edilən prosedurlar və digər mövzularda təqdimatlar nümayiş etdirilib, hər iki ölkənin əldə etdiyi təcrübələrlə bağlı fikir mübadiləsi aparılıb. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.